Salam dostlar, bu xəritəyə bir diqqət yetirin. Yadınızdadırsa biz bir dəfə sizinlə danışanda dedik ki, bir üçbucaq formalaşmalıdır. Hicaz, İran, Hicaz, deməli, Nəcəf, Kərbəla və Qüds. Yəni həqiqətdə bu təqribən burada buna işarə olunur. İran mehvərli bir dənə yazıblar. İran, Şamat və Yəmən. Həmən 3 dənə nöqtəni əhatə edir. Bunun içindədir. Bu İslam üçbucağıdır, formalaşır məntəqədə. Bunun müqabilində bir Amerika üçbucağı formalaşır. Amerika-İsrail üçbucağı. Bu İsrail, Azərbaycan hökuməti və Birləşmiş Ərəb Əmirlikləridir. Və bir də B variantı mı deyək, yoxsa boşluğa hesablanmış bir üçbucağı da formalaşır. Türkiyə, deməli, Səudiyyə Ərəbistanı və Pakistan. Bu həqiqətən bir ingilis proyektidir. Bu haqda dostlar danışmışdıq. Əgər yadınıza gəlirsə, mən bir söhbətim oldu. Dedim ki, niyə Trump dedi ki, mən üzr istəyirəm, Səudiyyə Ərəbistanının məsələn vəliəhdi mənim filan yerimi öpdü. O vaxtda belə bir proyekt vardı. Bu da onun Köşqədir Sykes-Picot 1996-cı ilə həmin o sərhədləri qorumaq üçün nəzərdə tutulmuşdu. Amerikanın zəifləyəcəyi təqdirdə. Yəni məqsəd bu idi ki, Amerika məntəqədə zəifləyəcək, həmin mövcud sərhədləri qorusunlar. Yəni İsraildə genişlənməsin, İranda sıxılsın, yavaş-yavaş İngiltərə məntəqəni idarə eləsin. Əlbəttə Amerikada da bu fikirdə olanlar var, İsrailin özündə də bunun tərəfdarları var. Amma sırf İsraildə qalib bir dənə fikir var, xeyr, bu genişlənməlidir. Bu İsrail proyektidir və Azərbaycan hakimiyyəti də və Birləşmiş Ərəb Əmirlikləri həmin proyektin tərkibində iştirak edirlər. O vaxt Amerika var gücü ilə meydana gəldi və Ben Salmanı əzdi, Birləşmiş Ərəb Əmirliklərini onları əzdi və qəbul etdirdi onları. Ona görə dedi ki, mən məsələn filan yerimi öpdülər. İranla olan müharibədən sonra hər halda Amerikanın mövqeyi məntəqədə zəifləyib. Bəzi bazalarını tərk edib və göstərdi ki, mən Səudiyyə Ərəbistan və sair təhlükəsizliyini qorumağa qadir deyiləm, bunu göstərdi. Burada təzədən İngilis planı deməli, yerə keçdi, qabağa keçdi. O plan nədir? Sünni koalisiyasını formalaşır. Zahirdə adı budur da, Sünni koalisiyası. Bunun bu cür fikir verən ingilislərdir. Təkrar deyirəm, Amerikada tərəfdarları var, İsraildə də tərəfdarları var. Mən mərkəz haradır, idarə yeri hardadır, onu deyirəm. İndi o formalaşır, həmin gördüyünüz bu. İndi bu 3 dənə üçbucaq arasında bir mübarizə gedir. Üzlə görüşə bilərlər, diplomatik əlaqə ola bilər, amma bu ziddiyyət köklüdür, dərindir. Təkrar deyirəm, bir İran adı ilə gəlmiş İslam mehvəri, müqavimət mehvəri və həmin o adını çəkdiyimiz Hicaz, İraqın bir hissəsi, İraq yəni və Şamata nəzarət eləmək üçündür, təbiidir. Mən deyirəm ki, zuhur üçün ən zəruridir. İkinci, Amerika və İsrailin qalib, yəni indiki vəziyyətdə qalib olan fikir, o nədir? Deməli, İsraildir, Azərbaycan hökumətidir və Birləşmiş Ərəb Əmirlikləri. Və üçüncü, Londondan idarə olunan, yəni fikir sahibləri həqiqətən ingilislərdir, amma hər yerdə olduğu kimi Türkiyənin Troya atı kimi qabağa verirlər. Türkiyə, Ərəbistan və Pakistan. Bir ildən çoxdur biz bu müşahidə olunur, görünür, onların ruhiyyələrində ki, üzü buna doğru gedir. Məntəqənin idarəsi üçün bu zəruridir. Yəni bu üçbucaqlar, bunlar isə mübarizə dərinləşəcək. Yəni belə deyil ki, İran bu digər iki koalisiyasının birinə daxil ola bilsin. Ya onlar məsələn bunlara qarşı bunları qəbul etmək istəsinlər. Xeyr, belə olmayacaq. Və bu həmin Türkiyənin təşkil etdiyi İngilis koalisiyası məsələn tutaq ki, Yəmən ənsarlarına qarşı daha aqressivdir. Niyə? Çünki o deyir ki, mövcud sərhədləri sən pozursan. Biz tərif olunmuş İngiltərənin tərif elədiyi, yəni başda ingilisdir hər halda Sykes-Picot-da 1916-cı ildə tərif olunmuş sərhədləri daha çox sən bir-birinə vurursan. Amma İsraildə olan indiki mövcud hökumətində, dövlətində, yəni dəyişilir də, hər halda orada fikirlər, dövlətlər də dəyişilir. Əlbəttə, hamısı bir-birindən də eybəcər və iyrəncdir. Ondan bir ziddiyyət var. Bu indiki həmin təşkil olunan Türkiyə koalisiyasının. Bu qısa bir xülasəsi idi. Mən
belə istədim diqqətinizə çatdıram. Hər halda indi yaxın şərqdə gedən proses təqribən xülasə olaraq bundan ibarətdir.